Salamlar. İndiyə qədər biz əsas income statement və balance sheet maddələrini öyrəndik. Həmçinin öyrəndik ki, profit hər zaman pul ilə eyni deyil. Təəssüf ki, bir çox bizneslilər bu faktı unudur. Onlar bu iki anlayış arasındakı fərqi başa düşməkdə çətinlik çəkirlər və nəticədə özlərini böyük risklərə məruz qoyurlar. Income statement göstərir ki, bu şirkətlər mənfəətdədir. Lakin buna baxmayaraq onlar yenə də pul çatışmazlığı yaşaya bilərlər. Bəs bu niyə baş verir? Bir sahibkar üçün yalnız bir şey pis sayıla bilər. Biznes böyüyərkən və yaxşı performans göstərərkən yaranan cash flow sıxıntısı. Təsəvvür edin ki, bir şirkətin income statementi 1 milyon dollar xalis mənfəət göstərir. Lakin növbəti 30 gün ərzində həm şirkət 500 min dollar borcun bir hissəsini qaytarmalıdır, həm də eyni zamanda mülklərdən ümumilikdə 750 min dollar yığmaqda çətinlik çəkir. Digər gəlir və xərclər isə vaxtında ödənilir və toplanır. Şirkətin bank hesabında 300 min dollar var. Bu məbləğ isə bu borcun ödənilməsi həm də gecikən ödənişlər üçün kifayət etmir. Bu halda sual yaranır. Bu şirkət mənfəətdədir? Bəli, mənfəətdədir. Bəs bunun likvidlik problemi varmı? Bəli, var. Əgər şirkət bu iki mülklərdən olan ödənişləri toplaya bilməsə, borcunu vaxtında qaytara bilməmə riski ilə üzləşir. Bu isə onu texniki olaraq insolvent, yəni ödəmə qabiliyyətsizliyi vəziyyətinə sala bilər. Pul axını yaratmaq, yəni likvidlik, bütün bizneslər üçün həyati əhəmiyyət daşıyır. Şirkət həm daxil olan, həm də çıxan pulun real miqdarını ölçə bilməli və gələcəkdə kapital ehtiyaclarını düzgün qiymətləndirməlidir. Cash flow statement, pul axını hesabatı. Nə qədər pulun daxil olduğunu və çıxdığını göstərir. Pulun harda qazandığını və harda xərcləndiyini izah edir. Əməliyyatların biznesi davam etdirmək üçün kifayət qədər pul yaradıb yaratmadığını göstərir. Mövcud borcları və faiz ödənişlərini qarşılamaq üçün kifayət qədər pul olub olmadığını göstərir. Yeni investisiya imkanlarından istifadə etmək üçün şirkətin nə qədər maliyyə gücünə sahib olduğunu göstərir. Cash flow statement, yəni pul axını hesabatı necə işləyir? Bunu bilmək biznes və maliyyə sahəsində işləmək istəyən hər kəs üçün kritik bir bacarıqdır. İndi isə biz net cash flow-nun, yəni xalis pul axınının 3 əsas komponentinə baxacaq. Bu komponentlər şirkətin income statement və balance sheet maddələrində baş verən dəyişikliklərdən yaranır. Income statement-dən yaranan cash flow dəyişiklikləri şirkətin əməliyyatları nəticəsində formalaşır və buna görə də operating deyilir. Operating termini göstərir ki, bu pul axınları şirkətin əsas biznes fəaliyyətinin bir hissəsidir. Digər iki növ pul axını isə investisiya fəaliyyəti və financingdir. Bu əsasən şirkətin balance sheet maddələrində baş verən dəyişikliklərin nəticəsi kimi yaranır. Beləliklə, ümumiləşdirsək, 3 əsas cash flow növü var. Cash flow from operating activities, yəni əməliyyat fəaliyyətindən pul axını, şirkətin xalis mənfəətinə təsir edən nağd əməliyyatları əhatə edir. 2. Cash flow from investing activities, yəni investisiya fəaliyyətindən yaranan pul axını, əsas vəsaitlər və digər uzunmüddətli investisiyalara qoyulan sərmayələrdən yaranır. Üçüncü isə cash flow from financing activities, yəni maliyyələşdirmə fəaliyyətindən pul axını. Şirkətin kapital strukturuna təsir edən əməliyyatlardan ibarətdir. Bura həm borc, həm də equity, yəni səhmdar kapitalı daxildir. Bu bölmələri ayırd edə bilmək çox vacibdir, çünki bu sizə şirkətin pulu hardan qazandığını və harda xərcləndiyini daha aydın göstərəcək. Məsələn, şirkətin operating activity-si güclü pul axını yarada bilər, lakin eyni zamanda şirkətin çox yüksək leverage də ola bilər, yəni borcluluq əmsalı səviyyəsi ola bilər və yaxın aylarda ödənilməli böyük məbləğdə borcu ola bilər. Bu isə potensial olaraq riskli vəziyyətdir. Bu bölgü bizə şirkətin pulunu hardan gəldiyini və hara getdiyini tez və aydın şəkildə analiz etməyə imkan verir. Bu həm aydınlıq, həm də istiqamət verir. Təbii ki, bu 3 cash flow növünün cəmi şirkətin xalis pul axınında verir. Bu göstərici balance sheet-dəki cash dəyişiklikləri ilə uzlaşır. Şirkətin net cash flow-su cari dövrdə qeydə alınmış pul məbləği ilə əvvəlki dövrdə müşahidə olunan pul məbləği arasındakı fərqə bərabərdir. Cash flow statement-i təqdim etmənin iki yolu var. Direct metod, yəni birbaşa metod və indirect metod, dolayı metod.
Direct metod şirketin müəyyən bir dövr ərzində etdiyi bütün nağd əməliyyatları göstərir. Bu metod eyni zamanda cash accounting, yəni nağd uçot kimi də tanınır. Əgər bütün əməliyyatlar yalnız pul alındıqda və ya ödənildikdə qeydə alınsa, bu zaman net income, yəni xalis mənfəət şirkətin real cash flow-suna bərabər olar. Lakin net income-la cash flow arasındakı fərq hesablama prinsipi ilə bağlıdır. Bu prinsipə görə gəlir, yəni revenue pul alındıqda yox, qazanıldıqda tanınır. Xərc isə pul ödənildikdə yox, yarananda tanınır. Direct metodda əməliyyat fəaliyyətləri üzrə cash flow aşağıdakı real pul axınlarını göstərir. Cash received from customers, yəni müştərilərdən daxil olan pul və cash paid to suppliers, təchizatçılara ödənilən pul. Bu maddələr konkret dövr ərzində baş verən real nağd hərəkətləridir. Gəlin, direct metodunun hazırlanmış bir cash flow statement nümunəsinə baxaq. Ən yuxarı sətr cash collections from customers, müştərilərdən toplanan puldur. Bu maddə income statementdəki revenue göstəricisine çox bənzəyir. Daha sonra aşağıdakı maddələr gəlir. Cash paid to suppliers, təchizatçılara ödənişlər, cash paid for operating expenses, əməliyyat xərclərinin ödənişlər, cash paid for interest, faiz ödənişləri və cash paid for taxes, vergi ödənişləri. Bu maddələrin hamısının cəmi şirkətin operating cash flow-sunun, yəni əməliyyat pul axınını verir. Direct metodla hazırlanmış cash flow təqdimatı struktur baxımından income statement-ə bənzəyir. O, müştərilərdən daxil olan pulla başlayır və dövr ərzində ödənilmiş bütün xərclərə çıxır. Qeyd etmək lazımdır ki, direct metod və indirect metodda investisiya fəaliyyətləri və maliyyələşdirmə fəaliyyətləri eyni qaydada hesablanır. Buna görə də əsas fərq yalnız operating activities, yəni əməliyyat fəaliyyəti hissəsinin necə təqdim olunmasındadır. Qeyd etdiyimiz kimi, praktikada indirect metod, yəni dolayı metod, birbaşa metoddan daha geniş istifadə olunur. Indirect metodda xalis mənfəət cash flow-ya çevrilir. Bu zaman accrual accounting, yəni hesablama əsaslı uçot nəticəsində net income-a təsir edən, lakin dərhal pul təsiri yaratmayan əməliyyatlar üzrə düzəlişlər edilir. Bu düzəlişlərə bunlar daxildir. Non-cash expenses, yəni nağdsız xərclərin aradan qaldırılması və balance sheet hesablarındakı dəyişikliklərin nəzərə alınması. Indirect cash flow hesablaması ya net income-dan ya da EBITDA-dan başlaya bilər. Əgər biz EBITDA-dan başlayırıqsa, artıq depreciation və amortization, eləcə də deferred taxes, yəni gecikmiş vergilər kimi non-cash maddələr barədə narahat olmağa ehtiyac yoxdur. Gəlin belə eləyək. Biz indirect cash flow hesablamalarını addım-addım keçək. Əvvəlcə EBITDA-dan başlayırıq. EBITDA earning before interest, taxes, depreciation və amortization deməkdir. Yəni faiz, vergi, amortizasiya və köhnəlmədən əvvəlki qazanc. Bu haqda əvvəlki dərslərdə geniş məlumat vermişik. Beləliklə, biz yalnız real pul təsiri olan xərcləri nəzərə almalıyıq. Bunlar interest expenses, yəni faiz xərcləri və taxes, vergilərdir. Depreciation və amortization isə dəstdən çıxarılır. Çünki bu non-cash expense sayılır və real pul çıxışı yaratmır. Daha sonra working capital, yəni dövriyyə kapital komponentlərdəki dəyişiklikləri hesablayırıq. Accounts receivable, debitor borcları, inventory, ehtiyatlar və trade payables, kreditör borcları. Əgər şirkətin daha az yayılmış aktiv və ya öhdəlikləri varsa, onlar adətən digər aktivlər və ya digər öhdəliklər kateqoriyasında birləşdirilir. Məsələn, bəzi şirkətlər prepaid expenses-i, yəni öncədən ödənilmiş xərcləri digər aktivlər kimi təsnif edir. Biz bu digər aktiv və öhdəliklərin də pul təsirini ayrıca hesablamalıyıq. Beləliklə, bütün pul hərəkətlərinin cəmi bizə şirkətin operating cash flow-sunu verir. Daha sonra cash flow from investing activities, yəni investisiya fəaliyyətindən pul axını hesablanır. Bu hissə göstərir ki, şirkət investisiyalardan, maliyyə bazarından və ya sahib olduğu digər şirkətlərdən gəlir əldə edib, yoxsa xərcləyib. Bundan əlavə, bu bölməyə uzunmüddətli aktivlərə yatırılan investisiyalar da daxildir. Məsələn, P&D, yəni əsas vəsaitlər. Burada gördüyümüz məbləğ şirkətin P&D üzərindən etdiyi xərcləri göstərir, yəni CAPEX-i.
Daha sonra üçüncü hissə olan cash flow from financing activities, maliyyələşdirmə fəaliyyətindən olan pul axını gəlir. Bu hissədə iki əsas pul mənbəyi var: borc və səhmdar kapital investisiyaları. Bu bölmə aşağıdakı düsturla hesablanır. Issued stock, yəni səhm buraxılışı, üzərinə gələrək debt issuance, borc cəlb etməsi, çıxırıq dividendlər və çıxırıq borcun qaytarılması, debt repayment. Buna görə də burada cash flow from issuing stock, yəni səhm buraxılışından əldə olunan pul axını, cash flow repayment of debt, borcun ödənilməsi, cash flow from dividends, dividend ödənişləri kimi maddələr görünür. Baxmayaraq ki, faiz xərcləri maliyyələşdirmə fəaliyyəti ilə sıx bağlıdır, bu əməliyyat pul axını hissəsinə daxil edilir. Faiz xərcləri borcdan yaranmasına baxmayaraq operating cash flow-nun bir hissəsi kimi hesablanır. Yenə də direct metodda olduğu kimi net cash flow, yəni xalis pul axını 3 əsas hissənin cəminə bərabərdir. Operating cash flow, investing cash flow və financing cash flow. Beləliklə şirkətin pul axını hesabatı indirect metodu ilə bu şəkildə hesablanır. İndiyə qədər biz pul vəsaitlərinin hərəkət hesabatının məqsədini və onun operating activities, investing activities və financing activities bölmələrinə necə ayrıldığını öyrəndik. Həmçinin birbaşa metodla dolayı metod arasındakı fərqə də baxdıq. Buradakı məqsədimiz isə indirect metod vasitəsilə şirkətin net cash flow, yəni xalis pul axınını Excel-də hesablamaqdır. C sütununda ötən ilə aid net cash flow hesablamalarını görürsünüz. Lakin bizim məqsədimiz cari il üçün cash flow statement hazırlamaqdır. Bunu necə edəcəyik? İlk növbədə şirkətin cari ilə aid income statement və balans hesabatı lazımdır. Bu iki hesabat eyni Excel faylında ayrı-ayrı səhifələrdə yerləşir. Diqqət edin ki, burada hesablamaya EBITDA-dan başlayırıq. Daha sonra ödənilmiş vergiləri və faiz xərclərini çıxırıq. Burada depreciation, amortization qəsdən nəzərə alınmır. Çünki bu non-cash expense hesab olunur və pul çıxışı yaratmır. Çoxları soruşur ki, əgər depreciation, amortization xərcdirsə, niyə onu yenidən hesablamaya əlavə edirik? Depreciation, amortization non-cash expense-dir, yəni nağdsız xərcdir. Yəni bu xərc mənfəəti azaldır, amma şirkətin kassasından və ya bank hesabatından real pul çıxmır. Məhz buna görə indirect metodla işləyərkən EBITDA və ya netcom-dan başlayırıqsa, depreciation, amortization-ı yenidən əlavə edirik. Amma bu o demək deyil ki, depreciation, amortization ümumiyyətlə nəzərə alınmır. O, bir qədər sonraki capex hesablanarkən yenidən qarşımıza çıxacaq. Çünki PPND, yəni əsas vəsaitlər balansı artıq amortizasiyadan çıxdıqdan sonraki dəyəri göstərir. Əgər depreciation, amortization-ı burada nəzərə almasaq, şirkətin etdiyi real investisiyanın olduğundan az hesablamış olarıq. Beləliklə, bu göstəriciləri sadəcə income statement səhifəsindən əlaqələndirirəm. Növbəti mərhələdə working capital komponentlərində, yəni dövriyyə kapitalı komponentlərində baş verən dəyişiklikləri hesablamalıyıq. Bunlar debitor borclar, ehtiyatlar və kreditor borclardır. İndi isə aktiv və öhdəliklər üzrə pul hərəkətlərinin məntiqinə baxaq. Əgər aktiv artırsa, bu cash outflow deməkdir. Çünki həmin aktivi almaq üçün pul xərclənib. Əgər aktiv azalırsa, bu cash inflow deməkdir. Çünki aktiv satılıb və şirkət pul əldə edib. Əgər liability, yəni öhdəlik artırsa, bu cash inflow yaradır. Şirkət borc və ya maliyyələşmə əldə edib və pul daxil olub. Əgər öhdəlik azalırsa, bu cash outflow yaradır. Çünki şirkət borcunu ödəyib və pul xərcləyib. Məhz bu qaydalar cash flow statement hesablanmasının əsas məntiqini təşkil edir. Bu prinsipləri yadda saxlamaq lazımdır, çünki gələcəkdə hesabat hazırlayarkən, həm də analiz edərkən bunlardan istifadə edəcəyik. İndi isə working capital dəyişikliklərini iki ardıcıl ilin balans şit məlumatlarını əsasən hesablayaq. Burada iki aktiv komponentin qarşısındakı mənfi işarə bu məntiqi qoruyur. Məsələn, inventory bir aktivdir, yəni ehtiyatlar bir aktivdir. Buna görə də formulun qarşısında mənfi işarə qoyuruq və 2021-ci ilin ehtiyatlarından 2020-nin ehtiyatlarını çıxırıq. Sonra həmin formulu aşağıdakı sətrə köçürürük. Çünki accounts receivable, yəni debitor borcları da balansda ehtiyatların altında yerləşən aktiv hesabıdır və onun üçün də eyni formul tətbiq olunur. Daha sonra accounts payable, yəni kreditor borclar sətrinə baxırıq.
Bu isə öhdəlik olduğu üçün formulun qarşısına mənfi işarə qoymuruq. Sadəcə 2021-in göstəricisindən 2020-nin göstəricisini çıxırıq. Bu üç dəyişiklik birlikdə şirkətin working capitalına yatırdığı xalis pul məbləğini göstərir. İndi isə digər aktiv və öhdəliklər üzrə pul hərəkətlərini hesablayırıq. Burada da eyni prinsip tətbiq olunur. Digər aktivlər artdıqda pul çıxışı baş verir. Buna görə də formulun qarşısında mənfi işarəsi istifadə olunur. Digər öhdəliklər üçün mənfi işarəyə ehtiyac yoxdur. Yadda saxlayaq ki, cash flow statementdə balans maddələrinin dəyişməsini hesablayarkən ilk növbədə onların aktiv yoxsa öhdəlik olduğunu müəyyənləşdirmək lazımdır. Bu maddələrin cəmi bizə şirkətin cash flow from operating activities, yəni əməliyyatların fəaliyyətlərindən yaranan pul axınını göstərir. Növbəti mərhələdə isə cash flow from investing activities, yəni investisiya fəaliyyətindən yaranan pul axını hesablanır. Bu bölməyə investisiya alətləri, məsələn, səhmlər, stoklar, istiqrazlar üzrə əməliyyatlar, eləcə də PPND, yəni əsas vəsaitlər kimi uzunmüddətli aktivlərə qoyulan investisiyalar daxildir. Bizim nümunədə şirkət maliyyə qiyməti kağızlara investisiya etmədiyi üçün bu bölmədə yalnız PPND, yəni əsas vəsaitlər üzrə xərclər mövcuddur. Bu göstərici çox vaxt CAPEX kimi də göstərilir, yəni Capital Expenditures, kapital xərcləri. PPND aktiv hesabı olduğuna görə cari illə ötən ilin arasında olan fərqin qarşısında mənfi işarə qoyulur. Lakin unutmayaq ki, il ərzində həmin əsas vəsaitlərin bir hissəsi depreciation hesabına xərclərə silinib. Buna görə sadəcə balansdakı fərqi götürmək kifayət etmir. Əvvəlcə 2 ilin əsas vəsait məbləği arasındakı fərqi hesablamalıyıq. Sonra həmin dövrdə yaranmış köhnəlmə xərcini yenidən əlavə edirik. Tez-tez soruşurlar ki, depreciation amortization'ı əvvəl əlavə eləmişdik. Niyə burada yenə istifadə edirik? Səbəb odur ki, balans hesabatında əsas vəsait aktivləri alış qiymətindən deyil, yığılmış amortizasiya çıxıldıqdan sonraki dəyərlə göstərilir. Buna carrying value deyilir. Məsələn, bir avadanlığı 1000 manata alırıq və il ərzində ona 200 manat amortizasiya hesablayırıq. Növbəti ilin balansında həmin aktiv artıq 800 manat görünəcək, düzdür? Sonra yeni 1000 manatlıq avadanlıq alsaz, balansda PPND, yəni əsas vəsait 1800 manat olacaq. Əgər biz sadəcə 1800-dən 1000-ə çıxsaq, cəmi 800 manat investisiya etmiş kimi görünəcək. Halbuki əslində 1000 manat xərcləmişik. Buna görə də amortizasiyanı yenidən əlavə edirik ki, CAPEX düzgün hesablansın. Beləliklə, bu xərc non-cash expense olduğu üçün faktiki pul çıxışı yaratmır, lakin ilin sonunda PPND balansını azaldır. Sonda isə cash flow from financing activities, yəni maliyyələşdirmə fəaliyyətindən yaranan pul axını hesablanır. Balansdan görünür ki, şirkət cari il ərzində maliyyə öhdəliklərini artırıb, yəni əlavə borc cəlb edib. Bundan əlavə, şirkət mənfəət əldə edib və səhmdarlara dividendlər ödəyib. Bu isə səhmdar kapitalı göstəricisine təsir göstərib. Burada iki əsas maddə nəzərə alınır. Birincisi, borc artdığı üçün bu pozitiv cash flow, yəni müsbət pul axını yaradır. İkincisi isə dividend ödənişləri kapitalı azaldır. Halbuki ilin xalis mənfəəti onu artırır. Buna görə əvvəlcə cari ilin kapitalından ötən ilin kapitalını çıxırıq, daha sonra həmin məbləğdən ilin net income göstəricisine çıxırıq. Bəzən soruşurlar ki, niyə equity-dən, yəni kapitaldan net income-a, yəni xalis mənfəəti çıxırıq? Bunun səbəbi isə odur ki, ilin sonunda equity artıq ilin mənfəətini özündə saxlayır. Yəni düstur belədir. Beginning equity üzərinə gəlirik net income, çıxırıq dividendlər bərabərdir ending equity. Biz isə maliyyələşdirmə nəticəsində kapitalda baş verən dəyişiklikləri tapmaq istəyirik. Buna görə də ilin mənfəətinə çıxırıq. Əks halda şirkətin qazandığı mənfəəti də maliyyələşdirmə mənfəəti kimi qəbul etmiş olarıq ki, bu da düzgün olmaz. Beləliklə, kapitalda baş verən xalis dəyişiklik və ödənilmiş dividend məbləğini əldə edirik. Bu da bizə cash flow from financing activities göstəricilərini verir və nəticədə şirkətin total net cash flow, yəni ümumi xalis pul axını hesablanır. İndi isə hesablamamızı yoxlayaq. Əgər hər şey düzgün etmişiksə, ilin əvvəlindəki pul qalığı ilə cari ilin net cash flow göstəricisinin cəmi ilin sonundakı pul qalığına bərabər olmalıdır. Bu, cash flow statementin qızıl qaydası hesab olunur. Gördüyünüz kimi, bütün rəqəmlər bir-birini tam şəkildə təsdiqləyir. Bu isə hesablamaların düzgün aparıldığını göstərir.
Beləliklə, artıq siz bir şirkətin cash flow statementini müstəqil şəkildə hazırlaya bilərsiniz. Şübhəsiz ki, bu bacarıq korporativ maliyyə sahəsində çalışan hər bir mütəxəssis üçün ən dəyərli və vacib biliklərdən biri sayılır. İzlədiyiniz üçün təşəkkürlər. Allah elmimizi artırsın.